Hamıya salam. 2026'nın ilk tema videosu ilə qarşınızdayım. Bugün 2 dənə belə bağlamam gəlib. Bunlar əslində bir bağlamada sifariş vermişdim. Sadəcə olaraq gecikdiyi üçün artıq Temunun özünə yazdım. Və mənə dedi ki, bağlamanızı 2 ayrı hissəli şəkildə götürə bilərsiniz. Mən də razılaşdım, təki tez gəlsin. Çünki içində Zümra üçün bir şey vurmuşam, o artıq mənə vacib lazım idi. Belə istəyirsiniz, birinci bu kiçik bağlamadan başlayaq. Belə bir dəqiqə. Deməli, burada belə bir telefon tutacağı var, tripod, ştativ, artıq hansından deyirsinizsə. Bu, əslində bundan öncəki videolarda mən almışam, amma bildiyiniz hal-hazırda da ondan istifadə edirəm. Amma onu deyim ki, qətiyyən, yəni linkini də paylaşmışdım Instagramda. Qətiyyən, amma qətiyyən, yəni o deyil. Telefonu aşırı dərəcədə sıxır, yəni dəhşət də, yəni. Cah parmağımı yaralayıram onu istifadə edəndə. Yəni bu, baxın, belə bir şeydir. 1, 2, 3, 4 hissəli bir şeydir. Bunu ən çox bilirsiniz ki, mən yemək videoları çəkirəm. Onun üçün ən çox da sifariş vermişəm ki, yemək videoları çəkəndə hündür bir çubuq lazım olur mənə. Baxın, bir dəqiqə. Bu belə çıxır. Mən tam bağlamıram. Zaten razı qalmasam bunu geri yollayacağım. Çünki artıq telefon tutacaqları yəni o qədər almışam ki, hətta bu bağlamada biri də çıxacaq. Bu ya da o biri bağlamada biri də çıxacaq. Onu da görəcəksiniz. Əgər siz Temudan aldığınız və razı qaldığınız varsa, onu xahiş edirəm, mənə yorumlarda yazın. Yəni bunlardan razı qalmasam, çox güman ki, birini də artıq sifariş eləyəcəm. Bunların da ikisini əslində sifariş elədim. Dedim, hansını bəyənsəm, o müvəqqəti olaraq qalar. Bu, görürsünüz, belə bir şeydir. Telefonu bura taxırsınız. Hətta bu belə açılır və bağlanır. Belə bir şeydir. Bunu da buradan istədiyiniz kimi ayarlaya bilirsiniz. Və eyni zamanda bu da. Bir dəqiqə. Eyni zamanda burada. Buranı biraz açanda bunu da 360 dərəcə döndürə bilirsiniz. İndi mən açmayacağım. Qoyum qırağa. Bunların hamısını yoxlayacağım bu arada. Ondan sonra qərar verəcəm. Qaytarıb qaytarmamağa. Deməli, bu da keçsin bir qırağa. Baxın, burada belə bir şey var. Bu, bilirsiniz nədir? Kurtka, paltar, kofta. O ki, ya ləkə düşür, o ləkə getmir. Və yaxud da, baxın, arxasında belə bir şeydir. Kurtkanın hər hansı biri bir yeri cırılır və onu siz tikəndə tikiş yüzü düşdüyü üçün belə bir şeylərdir. Yəni, paltar və geyimlərin üstü üçündür. Bunu məncə istifadə eləyəndən sonra sizə bildirərəm. Bu iki cür olur əslində. Bir var, cırt-cırt o iki tərəflidir. Yapışdırırsan, həm də çıxarda bilirsən. Bir də var ki, yəni birbaşa sap vasitəsilə tikilir. Mən tikişdən almışam ki, yəni çıxartmıyorum. Deməli, burada sürpriz bir qutu. Baxaq. Aha, bundan öncəki videolarıma baxmısınızsa, bilirsiniz ki, mən mikrofon sifariş eləmişdim və onu geri qaytarmışdım. Səhv eləmirəmsə, bu da deyəsən eynidir, yəni. Onun biraz onun telefon yerinə keçən USB yeri çox narahat idi. Aşırı dərəcədə çox, necə deyim, sıx keçirdi də. Ona görə narahat oldum ki, telefonda nəsə bir problem yaradar. Onu qaytarıb yenisini sifariş verdim. Amma deyəsən bu da... Aha, ondan deyiləm. Bu da eynisidir. Amma şəkildə heç belə görsənmirdi. Belə bilirsiniz ki, bu USB-sidir. Bu telefona taxılan yeridir. Bu 2 dənə mikrofonu və burada 2 dənə də əlavə başlıqları var belə. Bunları zaten yoxlamışdım. İndi bir də yoxlayaram. Amma bunu da çox güman ki, eyni gəldiyi üçün yəqin ki, qaytaracam. Çünki şəkildə daha fərqli görsənirdi. Mən də hətta iminini girib
o birisini aldığım yerdən baxdım ki, o mağaza olmasın. Yəni eynisi bir daha təkrar gəlməsin deyə, amma yenə də eynisi yoxlayaram, eyb yox. Deməli, qızlar, burada nə var? Qızlar deyirəm, artıq baxanlar əksəriyyəti qızlar olur deyə örgəşmişəm, qızlar deyirəm. Burada misvak var. Bu bilirsiniz ki, dişləri ağardır. Əgər bilmirsinizsə də mən demiş olum. Mən və yoldaşım diş ağarmasına çox önəm veririk. Hansı o Colgate-in də var deyəsən, kömürlüsü var. Bir çox var da, bahalı da olanlar da var, ucuzlu olanlar da var. Sırf diş ağartmaq üçün olan diş macunları. Amma onların heç biri ağartmır. Bu gördüyünüz. Bunu iki yerə bölürsünüz. Bunun sapları çıxır. Böləndən sonra sapları çıxır. Bunu başlayırsınız dişinizi bundan sürtməyə. Çox, dəhşət dərəcədə tövsiyə edirəm. Həqiqətən ilk istifadədən görürsünüz də, necə olduğunu. Mən ona görə qabağıma çıxdı təsadüfən. Biz əslində bunu Bakıdan alırıq. Amma təsadüfən Temuda qabağıma çıxdı və ikisi bir yerdə 2 manat 50 qəpiyə çıxdı. Yəni Bakıda bunun biri 5 manatdır. Mən dedim, niyə də olmasın, alaq yoxlayaq. Biri darçınlıdır, biri də nanəlidir. İndi bunları da yoxlayandan sonra, əgər marağınızı çəksə, yorumlarda yazarsınız. Onu sizə deyərəm mən. Və keçirik bu böyük bağlamaya. Burada deməli, bir dəqiqə bunu da aça bilmədim. Burada Zümrə üçün mən kombizon kurtka vurmuşam. Bunu artıq gözləyirdim, çünki harasa çıxırıq. Əslində evdə bir dənə də belə kombizon kurtkası var. Sadəcə o biraz ona dar olduğu üçün onu geyinmiş. Mən də fikirləşdim ki, artıq birini Temudan vurum. Gəlsin, baxaq. Baxın. Həqiqətən materialı çox qəşəngdir. Belə bir papağı var. Amma mənə gəlmədi. Gözündən rəx. Belə. Çox şirindir. Bir də ki, üzəri belə, içərisi də qəşəngdir, mexlidir. Bunun üzərində öz əlcəkləri də var. Baxın, belə. Bu beləymiş, bitişiymiş. Baxın, belə əlcəkləri də var. Bunun da içi eyni qaydadadır. Və bu da ayaqqabılar. Yəni, papuşlara ayaqqabı yox, papuş. Nə alaka yəni. Deməli. Və kurtkanın özü. Bu formadadır. Bu təbii ki də Zümraya biraz böyük olacaq. Mən özüm belə aldım. Çünki mən Zümranı uşaqlıqdan, yeni doğulandan çox gen geyindirməyi tərəfdarı olmuşam ki, uşaq rahat yatsın. Ona görə Zümra evdəki dar kurtkanı geyinmir. Mən də artıq son çarə olaraq belə bir şey sifariş verdim. Bu da çox qəşəngdir. Hətta qızlar, materialı da mənim həqiqətən xoşuma gəldi. Yəni burada mən bunlara mağazaya falan düşəndə mağazaları gəzib baxmışdım. Burada buna bənzər var satışda, amma içləri çox nazik idi. Amma bu bildiyiniz qalındır, çox normal keyfiyyətdədir. Bunu bu arada mən 55 manata Temudan vurmuşam. 55 yoxsa 60 manat. Yəni 55-60 civarındaydı. Belə bir şeydi. Bu da qalsın. Deməli, sonra burada bu nədir? Mən vurmuşam bunu. Bu Zümra üçün yenə vurmuşam bunu. İçərisi mexli, belə qalın kalqutkalardır. Bu da 1 yaş üçündür. Artıq bildiyiniz kimi mən qızımın ayın 28-i 1 yaş olur. Belə vurmuşam, çünki evdə mən belə kalqutkalar geyindirirəm. Evdəkilər də düzdür qalındır, amma bunun kimi belə qalın deyil. Baxın, içərisində belə göstəreyim. Məncə bu çox yaxşıdır. Materialı da həqiqətən yaxşıdır. Belə müxtəlif rəngləri var idi. Mən bozla ağı sifariş verdim. Bunun ikisini hətta sizə deyim ki,
Səhv eləmirəmsə ikisini 12 manata yoxsa 11 manat neçəsə qəpiyə almışdım, səhv eləmirəmsə. Və mən deyirəm, burada sifarişi verəndən sonra, yəni pul çıxılandan sonra, mən aşağıda gördüm ki, bundan 2 dənə şəkildə 2 fərqli sifariş kimi göstərir. İndi də baxıram ki, yəni burada ondan biri də var. Yəni çox güman ki, mən bunun birini geri qaytaracağam. Çünki ikisi də eyni razmerdədir. Amma yəni niyə belə eləyiblər bilmirəm. Hətta ikisinin də pulunu çıxıblar, səhv etmirəmsə. Bunun da razmerləri eynidir. Bir dəqiqə baxım. 1, 2, 1, 2, hə. Yəni niyə bilmirəm, amma belə bir şey eləyiblər. Yəqin ki, bunu geri göndərəcəm. Çünki bu 1-2 yaş üçündür və Zümrəyə birazdan bunlar yəni balaca olacaq. Həqiqətən niyə belə eləyiblər? Gərək girim proqrama ətraflı baxım. Qızlar, bir dənə də telefon tutacağı. Bunu da açaq. Bu da deyilənə görə vakuumlandı. Bu TikTokda viral olan telefon tutacaqdır. Güya ki, bilmirəm. İstifadə eləməmişəm. Bu vakuumludur. Bunu yapışdırırsınız. Sonra belə kilit, yəni belə eləyəndə açılır, belə eləyəndə bağlanır. Yəni vakuumludur. Güya bunu şkafa, şüşəyə, divara vurandan sonra bağlayırsınız, açırsınız. Güya ki bu divarda, nə bilim, şkafın üzərində, şüşədə qalır. İndi nə qədər düzdür, bunu da telefonun üzərinə yapışdırırsınız bu arada. Yəni arxasına yapışdırırsınız. Bunu da istifadə eləyib, hətta belə də göstərim. Bunu da istifadə eləyib sizə bölüşəcəm. Həqiqətən mənə çox maraqlıdır. Və yenə də deyirəm, yenə də xatırlatma eləyirəm. Əgər bildiyiniz yaxşı telefon tutacağı varsa, xahiş edirəm mənə yorumlarda linkini atmağı unutmayın. Yorumlarda da olar, Instagramda da məni izləməyi də unutmayın. Instagramda da ata bilərsiniz. Fida Blogs buralara bir yerlə yerləşdirəcəm. Və hələ də məni izləmirsinizsə, xahiş edirəm. Kanalıma abunə olub, bildirimləri açmağı və videomu bəyənməyi unutmayın. Sizin üçün kiçikdir, amma mənim üçün böyükdür. Deməli, bunlar ayrı-ayrı bağlamadaydı. Ona görə bunları qarışdırmayın. Sonra burada nə var? Bu da böyükdür. Böyükdür bu da. Niyə belə böyük gəlib bunlar? Mənim qızımın ayaqları bir balacadır, bir balaca. Amma qəşəng gəlib, yəni keyfiyyət olaraq qəşəngdir, amma təəssüflər olsun ki, verdiyim ölçüdən böyükdür. Yəni, hətta 0-dan 1 yaşa qədərdir. Yəni, 0-dan 0 aylıq uşaq. Yəni, nə alaka? Anlamadım. Nəysə, qızlar, bu da qalsın. Eybi yox. Eybi yox. Baxaq görək, burada nə var sonra. Bu niyə bu qədər balacadır? Şok yaşayıram. Yəni, mən buna pul verib almışam. Heç 1 manata belə dəyməz bu. Qızlar. Yəni, necə göstərim sizə? Əlimin içi boyda belə deyil, çox balacadır. Qızlar, bu bilirsiniz nədir? Mən buxur falan yandırmağı sevirəm. Buxur, tüstü, bunları yandırmağı sevirəm. Bu güya ki, onun qabıdır da, yəni bunun heç ondan əlaqəsi yoxdur. Bu nədir? Heç 50 qəpiklik bir şey belə deyil bu. Ben şok, ben iptal. Şəklini bu arada bura yerləşdirərəm. Görün, yəni necə böyük bir şey görsənir şəkildə. Düz deyə, yəni buna da buxurluq kimi əslində heç bu buxuru bilirsiniz də, yandıranda onun külləri tökülür qalır. Ən çox ona görə sifariş vermişdim ki, yəni tökülməsin də. Mən ən çox hamamda falan yandırmağı sevirəm, tutmada yandırmağı sevirəm. Bu da qızlar telefon üçün belə qaşlardır. Göstərim sizə belə. Mənim telefonum gold rəngdir deyə mən bunu da gold vurmuşam. Belə. Bunları da bu arada yapışdırmağı bilmirəm. Necə yapışdıracam onu da bilmirəm. Yəqin ki, kocamın üzərinə atarım. Sonra burada bir dənə də belə bir özüm üçün saruçka, köynək, rubaşka sifariş vermişəm. Hamısının adını sadaladım.
Mən əslində hamısını böyük-böyük vururam. Niyə? Çünki mən geniş geyinməyi sevirəm. Çünki bilirsiniz, o bir şey var, deyirlər ki, rahat görsənən, bir də var narahat amma qəşəng görsənən. Mən qətiyyən narahat amma qəşəng görsənən insanın deyiləm. Heç vaxt olmamışam, bundan sonra da ola bilməyəcəm. Yəni mənə rahat olsun, yəni boş olsun, rahat olsun, pis olsa da onu geyinəcəm. Çünki rahatdır, özüm rahat hiss eləmək istəyirəm. Yəni dar şeylər mənlik deyil. Baxın, belə bir rubaşkadır, düzdür. Biraz oradan da bilmirəm, görünür, görünmür. Baxın, yox, görünmür. Videodan görünmür. Amma yəni nazikdir, çox nazikdir. Yəni qışlıq bir şey deyil. Sadəcə payızda, yazda kropun falan üstündən atmaq üçün yaxşıdır. Amma mən bunu altdan vadalaska ilə də geyinə bilərəm. Yəni qətiyyən amma onu deyim ki, qışlıq bir şey deyil, qətiyyən deyil. Amma yaxşıdır, uzundur. Yəni mən bir də belə yəni rubaşkalarda üstünü verirəm, biraz uzun olsun ki, yan hissəni örtsün. Ona görə də bu mənim üçün ideal bir rubaşkadır. Saruçkadır, köynəkdir, artıq nə deyirsinizsə. Belə qızlar, bu sifarişlərim belə artıq bitdi, bu qədər. Məni yenə də deyirəm, sizin üçün kiçik bir şey ola bilər, amma mənim üçün həqiqətən böyük bir şeydir. Məni izləməyi, kanalıma abunə olmağı və bildirişləri açmağı, videomu bəyənməyi unutmayın. Instagramda da məni izləyə bilərsiniz. Orada bir çox maraqlı məlumatlar bölüşürəm. Ən azından burada aldığım tema məhsulların içərisində istifadə elədikcə bəyənmədiyim bir şeylər varsa, onu mütləq şəkildə Instagram səhifəsində mən bölüşürəm. Yəni siz də mütləq şəkildə məni izləməyi unutmayın. Hamınızı sevirəm, yaxşı ki varsınız. Siz və sizin kimi gözəl qəlbli izləyicilərə mənim ehtiyacım var. Çox sağ olun. Hələlik.